Hər vaxtınız xeyirli olsun uşaqlar. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz informatika 1-ci sinif dərs 20. Kompüterin imkanlarıdır uşaqlar. Kompüterdə şəkil çəkirəm. Gəlin baxaq görək kompüterdə şəkil çəkirəm necə çəkə bilərik. Uşaqların hərəkətlərindəki oxşar və fərqli əlamətləri söyləyin. Uşaqlar birinci şəkildə qız tabloya, yəni rəsm tablosuna şəkil çəkir. Bunu mən mavi rənglə rəngləyirəm. Burada görürsünüz ki, birbaşa əlinlə çəkir, yəni. Bir də baxırıq ikinci şəklimizə. İkinci şəkildə isə uşaq onun bənzər şəklini nə edir? Kompüterdə çəkməlidir. Bunu da mən rəngləyirəm qırmızı rənglə. Belə. İş masasında görünən simgəyə diqqətlə baxın uşaqlar. Paint simgəsini tapın, göstəricini onun üzərinə gətirib sıçanın sol düyməsini 2 dəfə ardıcıl basırıq ya da enter düyməsini uşaqlar. 2 dəfə və yaxud dediyim kimi sıçanın sol düyməsini 2 dəfə basırıq və həmin simgə açılır proqrama və biz proqramda Paint proqramı bildiyiniz kimi şəkil çəkmək proqramıdır və bunun vasitəsilə də bir çox yaradıcı şəkil çəkmək mümkündür. Gəlin baxaq görək, alətlər qutusu var, bir də palitra var. Palitrada rənglər seçilir. Görürsünüz də uşaqlar, hansı rəngi seçmək istəyirsənsə seçin. Rənglər palitrası adlanır bu. Alətlər qutusunun isə şəkil çəkmək üçün alətlər var. Məsələn, fırça var, pozan var, şrift var, qalın şrift olsun, yoxsa şey olsun, sonra mətnin tipi var. Onları hamısını seçmək olur uşaqlar buradan. Burada görürsünüz də, məsələn. Burada rahatlıqla bunu etmək mümkündür. Belə. Gəlin baxaq görək nələr var özcə. Karandaş aləti ilə nazik xətt çəkilir. Bəli, nazik olur. Fırça aləti daha qalın çəkir. Pozanla çəkdiklərinizi silə bilərsiniz. Bunu yuxarıda dedim elə hamınıza. Fəaliyyət. Fırça alətindən istifadə edərək verilmiş şəkil çəkin. Burada ümumiyyətlə nə görürük? Bir gəmi şəkil görürük və okeanda yaxud dənizdə üzür, göldə ola bilər. Suda üzür deyək və bu uşaqlar nəyə görə fırça alətindən istifadə edilir? Çünki fırça aləti nisbətən daha qalın çəkir və daha effektiv metodla çəkir. Yox, əgər siz karandaşla belə çəksəydiniz, çox nazik olacaqdı. Heç bəlkə də gəminin heç göyərtəsi, bayrağı belə görünməyəcəkdi, o qədər. Sonra yəni bizə deyir ki, bununla çək, fırça alətindən. Əgər hər hansı bir səhvin olarsa da pozana müraciət elə, pozanla sil təkrar çəkə bilərsən. Belə. Tapşırıqlara da baxaq, yekunlaşdıraq. Paint proqramının simgəsi hansıdır? Paint proqramı nə idi? Paint proqramı rəsm çəkmək üçün idi. Burada onda hansı ola bilər? Gəlin baxaq görək. Bundan əvvəl bir şey göstərəcəydim uşaqlar. Hansı tərəfə getdisə eybi yoxdur uşaqlar. Deməli, Paint proqramı simgəsi hansıdır? Paint proqramı simgəsi əlbəttə ki, budur uşaqlar. Bu daha çox məlumat xarakterli informasiyaya aiddir. Bu da kompüterin özünə aiddir. Kompüterə aid məlumatlar. Ortadakı olan, qoy bir dəfə də yaşılan şey eləyim, məhz Paint proqramının simgəsidir. Yəni logosu da deyə bilərik. İkinci şəklə baxırıq. Çəkilmiş şəkili belə dəyişmək üçün hansı alətlərdən istifadə etmək olar? Gəlin baxaq, hansı alətlər hansı idi uşaqlar? Gəlin şəklə bir də baxaq. Uşaqlar, burada nə görürük? Uşaqlar, baxın, bu şəkillə bu şəkildə, yəni belə aldım. Burada tək fərqlənən nədir? Bir dənə ağız işarəsi, düzdür? Mən nə edərəm? Mən bu şəkili olduğu kimi saxlayaram öncə. Sonra gələrəm bura. Sonra gələrəm bura. Bu hissədə, yəni. Baxın, burada pozanı görürsünüz də, düzdür? Ay, qoyum, yaxşı çəkim. Pozanı gördünüz də uşaqlar. Üstünə vuraram. Gətirərəm bunun ağzını silərəm.
Bunun ağzını beləcə silərəm. Bunun ağzı silinəndən sonra yenidən bir dənə qəşəng çəkərəm fırça ya da karandaşla. Nazik xəttli karandaş. Bu nisbətən qalın olacaq. Ona görə fırça alətini gətirərəm. Bir dənə qəşəng belə bir simgə çəkərəm. Göz və burun da burada vardır da uşaqlar, düzdür. Mən də bunun ağzını belə çəkərəm və növbəti şəkli əldə eləmiş olaram. Yəni belə. Belə uşaqlar, yəni bir dənə pozan, bir dənə də fırça alətindən istifadə edib bunu etmək mümkündür. Bu günlük bu qədər uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın, gələn dərslərdə görüşərik. Hələlik.